Salam, mən Rauf Kazımov, həkim-uroloq. Bugünkü mövzumuz erektil disfunksiyanın psixoloji növünün həm səbəbləri, həm nəticələri barəsindədir. İlkin olaraq səbəb kimi cinsi oyanmanın kəskin olaraq azalması nəzərdə tutulur. Növbəti bir səbəb cinsi istək, ereksiya olduğu halda cinsi əlaqəyə girilən zaman ereksiyanın detumensensiya halına keçməsi, yəni penisin ölməsidir. Başqa bir səbəb cinsi istək və həvəsin olmamasıdır. Və nəhayət sonuncu səbəb keyfiyyətin kəskin olaraq aşağı düşməsi ilə müşahidə olunan erkən boşalma və orqazm intensivliyinin kəskin olaraq enməsi və yaxud olmamasıdır. Bütün bu səbəblər yekun olaraq punktlar üzrə aşağıdakı nəticələr aparıb çıxarır. İlkin mərhələdə psixi və emosional qeyri-stabillik və bu da mənfi psixoloji bir reaksiyaya gətirib çıxarır. Növbəti mərhələdə artıq depressiv vəziyyət olur. Daha sonraki mərhələdə cinsi həyat kəskin olaraq sönür və buna bağlı olaraq ən sondakı mərhələdə pasient onun tərəf müqabili ilə söylənilən problemlər zəminində mübahisəyə girir və anlaşılmamazlıqlarla üzləşir. Bununla yanaşı, psixoloji erektil disfunksiya fiziki təsir də göstərir. Belə ki, erektil disfunksiya bağlı olaraq orqanizmdən spermanın çıxarılması baş tutmadığına görə prostat vəz şirəsi prostat vəzni tərk etmir. Nəticə etibarilə prostat vəzdə durğunluq yaranır və bunun da nəticəsində durğunluq prostatiti üçün bir zəmin yaranır.